1932-ci il Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocavənd kəndində ermənilər yaşayan ərazidə kütləvi şəkildə vəba xəstəliyi yayılır. NKVD bir briqada hazırlayır və Lev Zilber adında Yəhudi mənşəli virusoloq alimi də götürüb təcili Xocavəndə gedirlər. Tədbirlər görməyə başlayırlar ki, vəba xəstəliyinin yayılmasının qarşısını alsınlar. Lev Zilber 1960-cı illərdə Sovet hökumətində dərc edilən Elm və Həyat jurnalında bu haqda yazarkən bildirir. Deyir ki, məni əsas düşündürən vəbanın bu sürətinə necə yayıldığı idi. Çünki virusoloq olaraq Lev Zilber anlayırdı ki, minlərlə insanlar arasında çox qısa müddətdə vəba xəstəliyinin yayılması sadəcə virusun yayılması yolu ilə ola bilməz. Hətta düşünürlər ki, bu xarici kəşfiyyat idarələrinin törətdikləri əməllərdir. Amma sonradan tam təsadüfən Lev Zilber bir qoca erməni ilə onun evində qalırkən söhbət zamanı bu məsələnin sirrinin üstün açmağa müvəffəq olur. Qoca erməni Lev Zilberə deyir ki, erməni adətlərinə görə əgər bir ailədən dalbadal bir neçə adam dünyasını dəyişirsə, deməkdir ki, birinci ölən erməni ölməyibdir, qəbrində sağdır və bu ailə üzvlərin öz arxasıncan dartıb aparmaqda davam edir. Bunu necə yoxlayırlar deyə Lev Zilber sual verir. Qoca erməni Lev Zilberə izah edir ki, qəbrin üstünə at aparırlar, atın qarşısına arpa qoyurlar. Əgər at arpanı yedisə, deməli qəbirdəki ölübdür. Yox, arpanı yemədisə, deməli qəbirdəki erməni sağdır. Qəbiri açarlar, onun iç orqanlarını çıxardarlar və onunla yemək pişirib ailənin digər üzvlərinə paylayarlar. Lev Zilber anlayır ki, məhz bu səbəbə görə vəba xəstəliyi çox qısa müddətdə bu qədər insanın arasında yayılıbdır. Və dərhal NKVD-nin nümayəndəsi ilə birlikdə bir neçə yenicə dəfn edilmiş erməninin gecə insanlar bilməsinlər deyə qəbirlərini açırlar. Görürlər ki, qəbirlərdəki dəfn edilmiş meyitlərin başları kəsilibdir, iç orqanları tamamilə çıxardılıbdır və heç paltarları da yenidən geyindirilib, sanki indicə dəfn edilibdir kimi məzarlarına qoyulubdur. Və Lev Zilber anlayır ki, bu Hannibalizm 1932-ci ildə ermənilərin həmin bu adət ənənəsi ilə bağlı olub və vəbanın bu qədər kütləvi yayılmasına səbəb olubdur.